Salam əziz abituriyentlər. Hazırlamış olduğum belə bir PDF-in suallarına baxırıq. Sualları bir-bir izah edirəm. Hamısına diqqətlə baxın. Başlayaq 26-cı sualdan. Baxın, belə bir bərabərsizlik verib. Bu bərabərsizliyi həll eləməyimiz üçün əvvəla nələr eləməməlisiniz, bunlardan danışmaq istəyirəm. Çünki şagirdlər adətən baxır, deyir ki, sürətdəki ifadənin üstündə kvadrat var, müəllimə, bu həmişə müsbətdir. Onda məxrəc gərək ki, sıfırdan kiçik olsun ki, ümumi ifadə sıfırdan kiçik olsun. Belə yanaşırlar. Götürürlər məxrəci sıfır kiçikdir sıfır yazıb həll edirlər, aləm qatırlar bir-birinə. Yadda saxlayın ki, o yalnız və yalnız cüt qüvvətdən toplamalara aiddir. Məsələn, burada 5 üstəgəl x kvadrat kimi bir şey olsaydı bunun yerinə, o zaman razıyam sizdən. Sürət həmişə müsbət olduğu üçün məxrəci kiçikdir sıfır götürüb yaza bilərdik. Amma belə olan halda sürətin sıfıra bərabər olma ehtimalı da var deyə, yəni yalnız müsbət ədədlər deyil, həmçinin sıfırı da ala bilər deyə, artıq bu zaman köklər mütləq tapılmalıdır. Birinci nə edirik? İlk iş, mən sizə demişdim ki, heç vaxt ədəddən x çıxmazlar, x-dən ədəd çıxarlar. Bu misal üçün təsiri olmasa da, ümumilikdə həmişə kvadrat olmasa üstündə təsiri olacaq. Birinci bu formaya salıram. Əlbəttə ki, yenə də vurğuluram. Üstündə kvadrat olduğu üçün mən içəridə yerlərini dəyişəndə işarət dəyişməyəcək. Kvadrat olmasıyla dəyişərdi. Daha sonra gedirik kökləri tapmağa, sıfırları tapmağa. Bir dəfə x çıx 5-i sıfıra bərabər eləyirəm, x alınır 5. Bir dəfə isə x çıx 7-ni sıfırdan fərqli eləyirəm, x alınır ki, fərqlidir 7-dən. Niyə fərqlidir? Çünki məxrəcdədir, tamam mı? İndi çəkirəm bir dənə ədəd oxumu qəşəng-qəşəng. Ədəd oxu olmadan da yazıla bilər. Sizə indi başa salacağım hər iki üsulu. Əvvəla tapdığım sıfırları 5 ilə 7-ni qeyd edirəm. Təbii ki, 5-in içi boş olacaq, 7-nin də içi boş olacaq. Çünki işarəmiz ciddi işarədir. Əgər belə bir işarə olsaydı, o zaman 5-in için qaralayardım. 7-ni yenə də boş saxlayacaqdım. Çünki məxrəcə düşür. Məxrəc sıfır ola bilməz. İndi bölürük bunu intervallara. Daha sonra ürəyimiz istəyən bir dənə aralıq seçirik. Məsəl üçün, deyək ki, 5 ilə 6 arasından, 7 arasından 6-ını götürürəm məsələn. Bərabərsizlikdə x-in yerinə 6 qoyub işarə təyin eləyəcək. Bilirəm ki, zaten sürətdə kvadrat var deyə sürət müsbət. Məxrəcdə isə 6-dan 7 çıxanda mənfi olacaq. Ümumilikdə müsbətin mənfiyə nisbəti nə oldu? Mənfi. Demək ki, 6-nı götürdüyüm aralığa, yəni bu aralığa mənfi yazmalıyım. Burada hər hansısa bir istisnamız varmı? Təbii ki, var. Biz deyirik ki, cüt qüvvətdən gələn kök, yəni burada gördüyünüz olan 5. Sağ solu eyni işarə olmalıydı, düzdür? 5-in biz əgər sağ qoluna mənfi yazmışıqsa, sol qolda mənfi olmalıdır. Qalanlar isə zigzag düzüləcək, yəni bura plus qoyacaq. Bizdən soruşulur kiçikdir sıfır olan hissəsi, yəni mənfi olan hissəsi. Baxıram ki, bu aralıqda bizim mənfi olan aralıqlarımız hansıdır? Əlbəttə ki, mənfi sonsuzluqdan 5-ə qədər yumru mötərəzə birləşsin 5-dən 7-yə qədər. Bizdən soruşulur ki, 2-7 aralığına daxil olan tam həllərinin cəmini tapın. Baxaq görək, 2-nin özü daxildir, düzdür. 2-7 aralığına normalda daxil olan tam ədəddən 2, 3, 4, 5 və 6-dır, düzdürmü? Amma bizdən 5-ə qədər götürəcəyik. Amma 6-nın özü 5 özü daxil olmadığı üçün 5-ə qədər olan hissəni götürəcəyik, bir də 6-nı götürəcəyik. Yəni baxın, 2 bu aralığa düşür, düzdür. Həmçinin 3 o aralığa düşür, 4 o aralığa düşür. Amma 5 artıq yumru mötərəzələr olduğu üçün 5 heç bir mötərəzədə daxil deyil, amma 6 aiddir. Bu aralığa düşür çünki. Beləliklə 2, 3, 4 və 6-dır bizim tam həllərimiz. Soruşur tam həllərin cəmini tapın. Ona görə son olaraq 2, 3, 4 və 6-nı toplasaq, cavab olar 15. Növbəti sualımız törəmə bölməsinə aiddir. Funksiyasının qrafikinə çəkilən toxunanın bucaq əmsalı 62-yə bərabər. Toxunanın bucaq əmsalı əvvəla k ilə işarə olunur və biz demişdik ki, k f' x0-a bərabərdir. Burada qeyd edeyim ki, x0 demək toxunma nöqtəsinin apsisi deməkdir. Yəni bizdən toxunma nöqtəsinin apsisini soruşur, yəni ki, x0-ı bizdən soruşur. Deməli, nə edərik? Əvvəla k-nı bizə, bucaq əmsalını bizə 62 olaraq verib. Gəlin o zaman bu qaydadan istifadə edərək. Əvvəlcə funksiyanın törəməsini tapaq. Yazıram. f'(x) bərabərdir. Törəməni tapanda qüvvət gəlir əmsal kimi qarşıya və qüvvət üstü 1 vahid azalır. Yəni 7 vur 2 olur 14x. Qüvvət də 1 vahid azaldı. 2 artıq 1 olur ki 1 də yazılmır zaten. Çıx 8x'in
törəməsi olur 8. Onun üçün də zaten törəməsi 0-dır. Sabitlərin törəməsi 0 olur. İndi mən törəməni tapandan sonra nə etməliyəm? Bərabər eləməliyəm bunu k-nın qiymətinə. Yəni aşağıda yazıram. 14x çıx 8 bərabər olmalıdır 62-yə. Onda belə çıxır ki 14x bərabər imiş 70-ə. X-i tapmaq üçün 70-i 14-də bölərəm, eləyər cavab 5. Baxın x 5-dir, düzdür. X 5-dirsə, demək ki cavabımız olur 5. Bu arada burada x də yaza bilərsiniz və yaxud da törəməni tapırsınız. Törəməni tapandan sonra artıq x-in yerinə x0 qoymaq deməkdir mahiyyətcə. Ona görə əslində x0-dan işarə olunur. Baxaq 63-cü suala. Oturacağın tərəfləri 5, 5, 6 və həcmi 80 olan üçbucaqlı piramidanın hündürlüyünü tapın. Deməli, baxırıq piramidamıza nə etmək olar? Oturacağın tərəfləri 5, 5, 6-dır deyir. Gəlin bura 5 yazaq. Burada 5 yazaq. Oturacaq da olsun 6. İndi həcmi də bizə deyir ki 80-dir və hündürlüyü soruşur. Bunun üçün biz nə etməliyik? Piramidanın həcm düsturunu xatırlamalıyıq. Piramidanın həcmi 1/3 vur S oturacaq, vur H düsturu ilə hesablanır. Əlavə olaraq xatırladım ki, prizmanın həcmi oturacağın sayəsinin hündürlüyü, oturacaqla hündürlüyün hasili bunlar ikisidir. Amma ki, piramidada ekstra olaraq qabağında 3/1 var. Silindirlə konusda da bənzər idi. Silindirin həcmi S oturacaq vur H-dır, amma konusda qabağında 3/1 olurdu. İndi burada bizə nə verilib? Piramidanın həcmi verilib, 80 verilib. Yeni yazıram 80 bərabər 3/1 vur. Bəs S oturacağı necə tapaq? Əlbəttə ki, S oturacağı tapmaq üçün gedərəm burada 3 bucaqda təpədən hündürlüyü endirərəm, düzdürmü? Bilirəm ki, bərabər yanlı 3 bucağın sayəsini tapmaq rahatdır. Təpədən indirdiyim hündürlük həm tənbölən, həm də median rolunu oynayır. Tənbölən olması burada işimizə yaramasa da median olmasından istifadə edəcəyik. Oturacaq bütöv 6-dırsa, median olduğu üçün 3 olaraq yarı bölünər. Artıq 6-nı silirəm. Daha sonra biz burada hündürlüyü görə bilirik. Pifagor teoreminə görə bilirəm ki, buradakı hündürlük qara ilə çəkdiyim hündürlük 4-dür. Düzdür? Çünki 5-in kvadratına 3-ün kvadratına çıxanda yekunda kökdən 4 çıxacaq. Tamam. Onda bu oturacaqdakı 3 bucağın sayəsini tapmaq üçün 2/1 AH düsturuna görə 2/1 vur. Oturacağım 6-dır. Hündürlüyüm isə 4-dür. Düzdürmü? Bunu hesablayası olsam cavab eləyər 12. Demək ki, oturacağın sayəsinin yerinə qayıdıb gəlib 12 yazıram. H isə bilinmir. Bizdən soruşulur. Hündürlüyü soruşulduğu üçün elə H olaraq da saxlayıram. Olacaq 80 bərabərdir. 3 ilə 12-ni ixtisar eləyərəm. Olacaq 4H. H-ı tapmaq üçün 80-i 4-ə bölərəm. Cavab olacaq 20. Bu qədər asan. Növbəti suala baxırıq. Mərkəzi O nöqtəsində olan çevrənin toxunanıymış AB. Şəklə baxanda görünür. Bizə verib DBK bucağına 60 dərəcə. DBK bucağı buradır. Buranı bizə verib 60 dərəcə. Nə gözəl. Daha sonra nə verib? AB-nin uzunluğunu verib 6/3. Bizdən də soruşur AC-nin uzunluğunu, yəni buranı soruşur. Əgər bura 60 dərəcədirsə, həmin bucağın söykəndiyi BD qövsünə 120 dərəcə yaza bilərik. Daha sonra nə etmək olar? Məsələn, C ilə B nöqtələrini birləşdirəsi olsam, burada bir düzbucaqlı üçbucaq yaranır, düzdürmü? O zaman buradakı C bucağını necə taparıq? Əlbəttə ki, qövs 120-dirsə, daxilə çəkilən bucaq onun yarısı olurdu, yəni 60. Onda belə çıxır ki, bura 30 dərəcədir düzbucaqlı üçbucaqda. Daha sonra nə edəyik? Diqqətlə baxın. Deməli, əgər bura 30 dərəcədirsə, 30 dərəcənin söykənmiş olduğu CB qövsü var, o da 60 dərəcə olar, düzdürmü? Və yaxud da 180-dən bu 120-nin də çıxıb 60 dərəcə tapa bilərik. İndi bu qövs 60 dərəcə olanda bu bucaq onun yarısı olur, yəni 30 dərəcə olur. Bura 30-dursa, məcbur burada 30 olmalıdır. Niyə? Çünki üç bucağın iki daxili bucağının cəmi ona qonşu olmayan xariciyə bərabərdir. Yəni mən 30 ilə ancaq 30-u toplasam 60 alaram. Bu məntiqlə. Daha sonra burada bir dənə üçbucaq yaranır. Hansı ki, bu üçbucaq bərabər yanlı üçbucaqdır və bizdən həmin o zaten bərabər olan yan tərəfini soruşur. Bunun üçün də sizə müxtəlif üsullar deyə bilərəm. Ən rahatı nədir? Əgər əzbər bilmirsinizsə, təpədən götürün oturacaq bir dənə hündürlüyü endirin. Düzdürmü? Oturacaq bilirsən ki, 6/3'dür və bərabər yanlı üçbucaqda təpədən endirdiyim hündürlük həm də median rolunu oynayır. Ona görə 6/3'ü 3/3 olaraq yarıya böləcək.
Burada yaranan düzbucağı üçbucağa fikir versək, bilirəm ki, bura 60 dərəcədir. 60 dərəcənin qarşısında 3 köşkdüz durubsa, 30 dərəcənin qarşısında 3 durmalıdır. O zaman AC hipotenuzu da 30 dərəcənin qarşısında duran katetdən, yəni 3-dən 2 dəfə böyük olmalıdır. Yəni AC bərabər olacaq 6-ya. Baxın 24-cü suala. Ümumiyyətlə bu tip bir şəkil qarşınıza çıxıbsa, ağlınıza ilk oxşarlıq gəlməlidir. Baxın, burada bizə vurğulayır ki, AC CD-yə perpendikulyardır. Həmçinin BD CD-yə perpendikulyardır. Onda belə çıxır ki, burada 2 dənə düzbucağı üçbucaq görürəm. Və bu bucaqlar qarşılıqlı bucaqlar olduğu üçün eynidir. Biz də demişdik ki, üçbucağın əgər 2 daxili bucağı eynidirsə, üçüncünü yoxlama ehtiyac yoxdur. Onlar oxşar olur bir-birinə. Yəni bu üçbucaqla bu üçbucaq bir-birinə oxşar. Və yaxud da, yəni əgər sırf göstərmək istəyiriksə hər üçünü, bu betalara da bərabərdir deyə bilərik. Zaten onlar da daxili çarpaz bucaqlardılar. İki paralel xətt arasında qalan daxili çarpaz bucaqlardılar. Neysə. İndi baxıram ki, mənə verib ki, kotangens bucaq B 2-də 3-dür. Kotangens nə idi? Gəlin xatırlayın. Kotangens bucaq B bərabərdir. Onu necə taparıq biz? Bitişik kateti hipotenuza, daha doğrusu qarşı katetə bölməkdir. Düzdür? İndi baxıram ki, bu B bucağının bitişik kateti haradır? Buradır. Demək, buranı 3K götürməliyəm. Qarşı katet isə məxrəc isə, yəni bura isə 2K olmalı. O zaman mən Pifagor qaydasına görə buradakı OB-ni, yəni hipotenuzu tapa bilərəm. Demək, 2K-nın kvadratı 4K kvadrat eləyir, 3K-nın kvadratı isə 9K kvadrat eləyir. 4K kvadratı ilə 9K kvadratını toplayıb və sonunda da kök alır. Kök altında 13K deyə bilərəm. İndi, baxım görün başqa nə verir bizə. Deyir ki, CO 12-dir. Aha, bizdən soruşur AC-ni. Yəni, bu hissəni bizdən soruşur. Gəlin, X deyək. Bu arada bu hipotenuzu bu misal üçün əslində istifadə eləməyəcək, silə də bilərik. Çünki onu və s. soruşsaydı, misalda yəni lazım ola bilərdi. Amma bu sual üçün ehtiyac olmayacaq, silirəm. İndi, neyniyərik? Deməli, oxşarlıq nisbətini necə qururuq? Əvvəla, unutmayın ki, oxşarlıq nisbəti həmişə 3 dənə kəsirdən ibarət olmalıdır. Bəzi hallarda onun ikisini istifadə edirik. Amma quranda mütləq üçünü qurun. Deməli, baxın. Birinci üçbucağım budur, ikinci üçbucağım budur. Birinci üçbucaqda alfanın qarşısında duran tərəf x-dir. İkinci üçbucaqda alfanın qarşısında duran tərəf 3K-dır. Bərabər. Birinci üçbucaqda betanın qarşısında duran tərəf 12-dir. İkinci üçbucaqda betanın qarşısında duran tərəf 2K-dır. Son olaraq 90'ların da qarşısına baxa bilərik əslində. 90'ın qarşısında AO tərəfi durub. Bu birində isə OB tərəfi durub. Ki, bizim misal üçün bu lazım olmayacaq. Sadəcə biz bu ikisinə baxacaq. Gəlin, baxaq. Deməli, X-i tapmaq üçün neyniyərəm? 3K-nı 12-yə vurub 2K-ya bölərəm. K-lar zaten ixtisar gedəcək. Qalacaq 3 vur 12 böl 2. 2 ilə 12-ni ixtisar aparsam 3 vur 6 cavab olar 18. Bu qədər asan. AC X demişdik, cavabına görə 18 olur. 19-cu sualda bərabər yanlı trapeziyanın oturacaqlar 25 və 7 cm-dir deyir. Aydın məsələdir ki, kiçik oturacağa 7 yazaram, böyük oturacağa isə 25 yazacağım. Bizə başqa nə deyir? Diagonalları isə 20-dir. Diagonallar ikisi də bir-birinə zaten bərabər, yanlış trapezi olduğu üçün bərabərdir. Birini çəkmək kifayətdir hələ ki. Baxın, buraya yazıram 20. İndi sən mütləq nəyi bilməlisən? Hündürlükləri. Bərabər yanlış bucaqlarda. Demişdik ki, sualların zaten 90%-i hər iki tərəfdən hündürlüyü endirməklə hesablanmalıdır. Baxın, aydın məsələdir ki, bura 7 olacaq, düzdür. Oraya 7-dirsə, bura 7-dir. Ümumi 25 idi, düzdür. 25-dən 7-ni çıxaram, qalacaq 18. 18-i də bərabər hissələrə bölərəm, yəni 9-9 olmaqla. İndi məndən soruşur onun perimetri. Yəni mən yan tərəfləri tapmalıyam. Əvvəla onu deyim ki, yan tərəfləri tapmaq üçün bizə hündürlüyü də lazımdır. Gəlin əvvəlcə hündürlüyü H ilə işarə eləyək və hündürlüyü hesablamağa çalışaq. Burada bir Pifagor quracaq, amma hansı üçbucağa? Baxın, burada görmüş olduğunuz yaşıl üçbucağa. Gəlin Pifagoru quraq. Yazıram ki, H-ın kvadratı üstə gəl. Digər katet nədir? 9-dan 7-nin cəmi, yəni 16. 16-ın kvadratı bərabərdir hipotenuzun kvadratı, yəni 20-nin kvadratı. Olacaq H kvadratı üstə gəl 256 bərabər 400. H kvadratını buradan alarıq 144. Onda hündürlük özü olur 12. İndi bizdən hündürlük soruşmur, tələsməyək. Perimetr üçün biz tapmalıyıq yan tərəfi. Gəlin bu dəfə də yan tərəfə bir dənə x deyək və artıq bu dəfə mən
Buradakı 3 bucağa Pifaqor tətbiq eləyəcəm. Gəlin tətbiq eləyək. Yazacağım ki, h-ın kvadratı üstəgəl 9-un kvadratı x kvadrat olmalıdır. Düzdürmü Pifaqora görə? H-ın kvadratı 144-dür. 9-un kvadratı 81-dir. O zaman x kvadratı bərabər olar 225-ə. Oradan da kök alası olsaq x olacaq 25. Yan tərəf 25. Bizə nə deyir? Perimetr. Perimetr bərabərdir 4 bir tərəfin cəmi. Oturacağım biri 7 idi, biri 25. Yan tərəflər də biri 25-dirsə, o birisi də 25-dir. Çünki bərabər yanlı trapesiyanın. Üzr istəyirəm uşaqlar, burada 25 yazmışam, 15-dir bu. Biabırsılıq. Neyse, bunlar düzəldək. Yan tərəflər 15-dir. Olacaq 32 üstəgəl 30, yəni 62. Perimetr olur 60. 20-ci suala baxırıq. Düzgün dördbucaqlı prizma. Əvvəla bilməlisən ki, düzgün dördbucaqlı prizma nə deməkdir? Düzgün deyirsə, demək ki, oturacaq düzgün çoxbucaqlıdır. Yəni ki, dördbucaqlı dediyinə görə oturacaq bilən dördbucaqlı çəkirim. Amma düzgün dördbucaqlı nə idi? Bilirik ki, ağlımıza dərhal kvadrat gəlməlidir. Məsələn, düzgün üçbucaq deyəndə necə ki, bərabər tərəfli üçbucaq gəlir. Düzgün dördbucaqlıda da ağlımıza kvadrat gəlir. İndi bunun oturacaqları belə çıxır ki, kvadratdır. Nə gözəl. Deyir, prizmanın diaqonalı 8 cm-dir. Gəlin bu prizmanın diaqonalını çəkək. Bir dənə təpə nöqtəsi götürüb qarşısında duran təpəyə çəkirəm. Hətta yəni hökm deyil buradan çəkmək. Siz buradan da çəkə bilərsiniz. Baxın buradan, bura, biraz əyri çək. Bu şəkildə çəkə bilərsiniz. Fərq yoxdur. Hardan siz daha rahat görəcəksiniz, elə çəkin. Və yaxud da nə bilim bu təpədən götürün, bura çəkin. Aha, indi nə edirik? Deyir ki, bu 8-dir və oturacaqla 60 dərəcə bucaq əmələ gətirir. Demək ki, belə bir xətt çəkməliyəm ki, o 60 dərəcəni görə bilim. Şəkli yaxınlaşdırıram, diqqətlə baxın. Bura 60 dərəcədir. İndi aydın məsəl ki, mən çəkdiyim həmin düz xətt oturacağın, yəni kvadratın diaqonalı idi, düzdürmü? Bizdən soruşur prizmanın həcmi. Bunun üçün burada yaranmış olan düzbucağa üçbucağa fikir verməliyəm. Təbii ki, bura 30 dərəcə olacaq. Söhbət hansı üçbucaqdan gedir? Baxın, bu rəylədiyim üçbucaqdan gedir. İndi, burada nə edərəm? Deməli, baxın, hipotenuz 8-dir. Mən bilirəm ki, 30 dərəcənin qarşısında duran katetdə onun yarısı olmalıdır. Yəni, 4 olmalıdır. Düzdürmü? Tən ortadan əslində elə burada 4-ü yazaq qalsın. Bəs mən tərəfi necə tapım və yaxud da hündürlüyü necə tapım? Baxın, görün məndən nə soruşur? Prizmanın həcmi. Həcm üçün mənə hündürlüyü lazımdır. Hündürlüyü bilirəm, bilmirəm. Təbii ki, 60 dərəcənin qarşısında duran katet, 30-un qarşısında duran katetin köklü 3 hissəsi olur. Ona görə də bura 4 köklü 3-dür. Aldıq ki, hündürlüyü 4 köklü 3-dür. Gedək prizmanın həcminin hesablanmasına. Prizmanın həcmi, oturacağın sahəsi bu hündürlüyü ilə tapılırdı. Bərabər. Oturacağın sahəsini tapa bilərəmmi? Bəli. Çünki oturacaq kvadratdır. Gəlin, bura bir dənə A yazaq tilinə, daha doğrusu kvadratın tərəfinə. Onda oturacağın sahəsinin yerinə A kvadrat yaza bilərəm. H-dan zaten 4 köklü 3 almışıq. İndi bir məsələ var. Bəs A-nı haradan tapaq? Diaqonalı 4 olan kvadratın tərəfini necə taparam? Əlbəttə ki, bilirəm ki, diaqonal, kvadratın diaqonalından söhbət gedir. Tərəfin köklü 2 hissəsi olurdu. Və bu bizdə 4-ə bərabərdir. Demək, tərəf özü 4 böl köklü 2, yəni 2 köklü 2 imiş. Ona görə də A-nın yerinə 2 köklü 2 qoysaq, 2 köklü 2-nin kvadratını 4 köklü 3-ə vurmalıyam. 2 köklü 2-nin kvadratı 4 vur 2 deməkdir, yəni 8 deməkdir. 8-i də 4 köklü 3-ə vurası olsam, cavab eləyər 32 köklü 3, yəni A variantı. 10-cu suala baxaq. M parametrinin hansı qiymətində tənliyinin köklərinin kvadratları cəmi ən kiçik qiymət alar? Deməli, birincisi köklərin kvadratları cəmi budur. Və biz bunu köməkçi müxtəsər düsturuna görə bu şəkildə aça bilirik. Bilirəm ki, köklər cəmi demək, çevrilmiş kvadrat tənlikdə, yəni A əmsalının 1 olduğu tənliklərdə x-in qarşısında duran ədəddir. Bunun əksidir. X-in qarşısında duranın əksidir. Əksidirsə, bu mənfin görməzdən gəlib, sadəcə m-3 deyə bilərəm köklər cəminin yerinə. O zaman x1 üstəgəl x2-nin yerinə m-3 yazıram. Üstündə kvadrat unutmuruq. Çıx. 2 vur hasil. Köklər hasili isə sərbəst səddə bərabərdir. Mənfisi ilə bir yerdə ha işarəsinin əksinə dəyişmirsiniz. Yəni, mənfi 5m. Vur, mənfi 5m. M-i də orada götürürsünüz. M x olsaydı falan, yəni necə deyim,
M parametridir, həmişə o yadda qalmalıdır. Sərbəst həddirsə, x-dən sonra nə gördün, hamısını götür. İndi bunu biraz sadələşdirək. Gəlin sadələşdirmək üçün müxtəsərdən istifadə edək. Bunu kvadrata qaldıraq. M kvadrat çıx 6M üstə gəl 3. Daha sonra -2-ni -5M vuranda eləyəcək müsbət 10M. Biraz daha sadələşdirsək, M kvadrat üstə gəl 4M üstə gəl 3. Belə bir ifadə aldı. Mənə deyir ki, M parametrinin hansı qiymətində köklərin kvadratları cəmi ən kiçik qiymət alar? Yəni, əslində bizim bu aldığımız nəticə ki var, köklərin kvadratları cəmi budur da. Bizdən bunun ən kiçik qiymətini soruşmur. Bax, ən kiçik qiymətini soruşsa, deyər ki, ən kiçik qiymətini tap. Burada deyir ki, hansı qiymətində, biz demişdik də, hər hansı dəyişənin hansı qiymətində, x-in hansı qiymətində, yəni parametrin hansı qiymətində desə, onda bizdən ən kiçik qiyməti deyil də m-ni soruşur, m-i. Və biz m-i -b/2 düsturu ilə hesablayırdıq. Ümid edirəm, yaddan çıxmayıb. Gəlin buna tətbiq eləyək. Bilirəm ki, b demək m-in qarşısına durandır, yəni 4-dür. -4 bölünsün 2a. A-mız da 1 olduğu üçün cavab olar -2, yəni b variantı. Amma bizdən konkret desəydi ki, bu tənliyin köklərinin kvadratlar cəminin ən kiçik qiyməti nədir? Mən onda artıq n-ni tapmalıydım. N-nin da düsturu 4a çıx b kvadrat böl 4a-dır. Düstur sevməyənlər də kədlin kvadrat şəklində göstərməlidir. Məsələn, bunu necə yaza bilərdiniz? Yaza bilərdiniz m üstə gəl 2-nin mötərizə kvadratı. Axırda burada bilirəm ki, 4 yaranır. Mən amma istəyirəm ki, 3 olsun. Həmin o 4-dən 1-i çıxaram. Beləliklə, buradakı -2 aldığımız cavabdır. Ən kiçik qiymət isə -1 olmuş olardı. Nə yaxşı ki, variantlarda -1 qoymayıblar, amma elə şeylər ola bilər. Nəzərinizdən qaçmasın. Həmişə diqqətli oxuyun. Bax, hansı qiymətində sözü varsa, demək səndən m-i soruşur. Birinci suala baxaq. Bərabərsini ödəyən tam əllərin sayını tapın. Səhv eləmirəmsə bu sual uşaqlarla baxanda gördük ki, bu nəslə sonsuz sayda həlli var. Yəqin ödəyən yerinə ödəməyən yazmaq istəyib. Ona görə də buradakı sözü istəyirəm dəyişim. Əgər siz də özünüz də tapa bilməmişsinizsə, mütləq videoya baxın. Deməli, nə edərik? Baxın. Əvvəla mən görürəm ki, bərabərsizliyin sağındakı bu modul vuruqlara ayrıla bilən bir şeydir. Yəni ki, mən sol tərəfi saxlasam, x-2 yazsam, sağ tərəfi vuruqlara ayırıb, x-2 vur, x + 1 şəklində yazsam, aydın məsələ üçün modulu 2 dənə ayrı-ayrı modullar hasil kimi yazıla bilər. Və buradan x-2-ni 0-dan fərqli qəbul edib, yəni x-i 2-dən fərqli qəbul edib, hər tərəfi x-2-yə bölsəm. Çünki təbii ki, 0-a ixtisar eləmək mümkün deyildir. Gərək 0-dan fərqli olsun ki, mən hər tərəfi həmin şeyə bölə bilim. Təbii ki, işarə dəyişməyəcək. Ona görə dəyişmir ki, ixtisar elədiyim şey müsbətdir də. Modul həmişə müsbət qiymət alır. Olacaq 1, burada 1 qalacaq. Kiçikdir. Modulda x + 1. Yerini dəyişib daha səliqəli eləsə, modulda x + 1 böyükdür. 1 olacaq. Baxın, böyükdür işarəsində, modul bərabərsizliklərdə demişdik ki, böyükdür işarəsi varsa heyətlə həll olunmalıdır. Bir dəfə x + 1 böyükdür 1, bir dəfə isə x + 1 kiçikdir -1 olmalıdır. Bəs bu nə deməkdir? Bu o deməkdir ki, bir dəfə x böyükdür 0-dan, bir dəfə isə x kiçikdir -2-dən. Düzdürmü? Ədəd ox çəkəsi olsam, diqqətlə fikir verin. Onları qeyd eləsəm 0-ı, daha doğrusu birinci -2-ni, sonra 0-ı, bir də 2-ni. Bunların hamısının içi boşdur, çünki heç birisi daxil deyil. Və ştrixləsəm, -2-dən kiçikləri ştrixlədim, 0-dan böyükləri ştrixlədim və 2 almayacaq, 2 ödəməyəcək deyə 2-nin ətrafını boş qoyuram. Baxın, bunlar ödəyən həllərdir. Çünki heyət demək, birləşmə deməkdir. Burada gördüyüm cavab, yəni ödəyir sualının cavabı əslində budur. Mənfi sonsuzluqdan -2-yə, birləşsin 0-dan 2-yə, birləşsin 2-dən müsbət sonsuzluğa. Birbaşa 0-dan müsbət sonsuzluğa deyə bilməsin, çünki 2-ni ala bilmir. Bu ödəyən aralıqdır. Amma biz sonsuzluqlar var, mən onu necə tam həllərinin sayını tapım? Ödəməyənlər amma tapa bilərəm. Niyə? Çünki ödəməyənlər məlum məsələ, bu arada qalanlardır. Baxın, bunlar. Həmçinin 2 özü də ödəmir. Ödəməyən deyəndə mən -2-dən 0-a qədər olan aralığı götürəcəm. Bir də təkcə 2-ni də götürəcəm. Baxın, hər dəfə deyirəm bunu. İndi də deyirəm. -2 ilə 0 fikir verdirsə, ödəyən həldə daxil deyildi. Onda ödəməyən həldə daxildir olmalıdır da məntiqlə.
Belə bir cavab aldıq. Bizdən tam ədədən sayın soruşur. Aydın məsələdir ki, bu nə deməkdir? -2, -1, 0 və 2 deməkdir. 4 dənə tam həll var. Cavab olur A variantı. Növbəti sualımıza baxaq. Deyir ki, tənliyi həll edin. Deməli, faktorial birdən həmin ədədə qədər olan ədədlərin hasilidir və bu tip misallarda hansı daha böyükdürsə, onu kiçiyə görə açmalısan. Böyük olan budur, mən bunu m-ə görə açmalıyım, m faktoriala görə açmalıyım. Sürətdəki m faktoriala dəymirəm, məxrəcdəki m plus 1 faktorialı m faktorial vur m plus 1 şəklində yazıram. Bəs bunun mahiyyəti nədir? Gəlin sizə başa sal. Məsələn, mən 5 faktorialı, yəni böyük olan, özündən bir vahid kiçik 4 faktoriala görə açanda 4 faktorial vurulsun 5 yazdım. Fikir verin. Neynədim mən? M plus 1 faktorialı M faktorial vurulsun M plus 1 şəklində yazdım. Yəqin ki, tutdunuz da, məsələn, M-in yerinə 4 qoyanda bu bərabərlik ödənilir. Yəni, mən məxrəcdə bunun yerinə bunu yazdım. Məqsəd nədir? İxtisarlar geçsin. Bunlar ixtisar gedəcək, bərabər olacaq 5-də 1-ə. O zaman 1 bölünsün m plus 1 bərabərdir 1 böl 5. Əgər bir-birinə bərabər olan iki kəsin sürətləri eynisə, məxrəcləri də eyni olmalıdır. Ona görə m plus 1 5 olmalıdır. Demək ki, m 4 imiş. Tənliyi həll eləyin deyirdi, cavab oldu 4. Sonuncu misalımıza baxsaq, tənliyi həll eləyin deyir. Bu arada qeyd edeyim ki, bu son 3 sual ikinci qrup qəbul suallardır. Deməli, necə həll eləyərəm? Birincisi, baxıram ki, məxrəcdə kök altılı bir şey var. Bilirəm ki, normalda kök altı görən kimi ciddi qüvvətdən təbii ki, kökün altını böyük bərabər 0 götürürəm. Amma bu məxrəcdə olduğu üçün böyük bərabər 0 deyil də, sadəcə sinus x-i böyükdür 0 götürməliyəm. Çünki məxrəc 0 ola bilməz. Yaxşı, bunu qəbul elədik özümüz üçün. Bu qalsın bir köşədən. İndi bir kəsrin 0 olması üçün gərək sürəti 0 olsun. Ona görə kosinus 4x çıx 1-i 0-a bərabər eləyərəm. Bu da deməli ki, kosinus 4x 1-ə bərabərdir. 4x bərabər, baxın, xüsusi haldır. Kosinusun xüsusi halı sizin üçün burada çəkəm. Kosinus oxu budur da. Kosinus 1-i nə zaman alır? 0 dərəcə. Üstəgəl 2 pika da. Yəni yazıram elə 0 üstəgəl 2 pika. X-i tapanda 2 pikanın 4-ə böləsi olsan, pika böl 2 alınacaq. Düzdürmü? 4-dən 2 ixtisar getdi. İndi bu bizim cavabımız, tamam. Amma başqa nə? Və bu şərt yoxlanmalıdır. Bu şərti də yoxlayaq. Bir k-ya qiymətlər verək. Gəlin baxaq. K-ya 0 verəsi olsam, x bərabər 0 alınacaq. Düzdürmü? Hansı ki, x 0 olması sinusun 0 olması deməkdir. Çünki sinus 0-da 0 alır. Bu mənə lazımdırmı? Yox. Məxrəc 0 olacaq axı. Ödəməyəcək. Kres qoyuram qabağına. K-ya 1 versəm, x bərabər pi böl 2 olacaq. Yəni 90 dərəcə düzdür. Sinus 90 dərəcədə 1 alır. Məncə ki, heç bir sorunumuz yoxdur. Düzdür, ola bilər. Çünki bizə lazımdır ki, müsbət olsun. Daha sonra, məsələn, k-ya gəlin 2 verək. X bərabər k-ya 2 versəm, 2-lər ixtisar gedər, qalar pi. Sinus pi-də, yəni sinus 180-də 0 aldığı üçün bu bizə sərf eləmir. Bizə lazım idi ki, 0 olmasın. Məxrəc 0 ola bilməz. Növbəti mərhələ, gəlin, məsələn, 3 qoyaq. 3 qoyanda nə görəcəm? Əslində cavab çıxıb artıq, amma yenə də göstərim. 3 qoyanda 3 pi böl 2 olacaq. 3 pi böl 2 270 dərəcədə sinus -1 alır. Düzdür? Yəni ödənmir. Biz demişdik ki, ancaq sinus müsbət almalıdır. Uzun sözün qısası birinci, ikinci rübə düşən bucaqlar olmalıdır. Yəni bu sonuncu da ödəmədir. Ödəyən cavabımız yalnız, baxın, bu hissədə ikinci sətirdəki pi böl 2 oldu. Pi böl 2 və hər 360 dərəcədən bir həmin dərəcə ödəyəcək. Cavab olar C variantı. Sual yarana bilər ki, bəs niyə B variantı yox? Çünki B variantında dövr pikadır. Dövrün 2 pika və pika olmasının fərqi nədir? 2 pika odur ki, pi böl 2 özü olur. Bir də hər 360 dərəcədən bir həmin dərəcə. Məsələn, 90 dərəcə, düzdür. 360 üstünə gələcəm. Buradan alınan cavab. Və yaxud da 90 üstə gəl. 2 dənə 360, yəni 720-ni gələcəm. Oradan alınan cavab. Bunlar hamısı zaten pi böl 2-yə ekvivalent olur. Çünki tam dövr demək, elə nöqtənin özünə gəlib çıxmaq deməkdir. Baxın. Bu olsun bizim çevrəmiz. Üzərində hər hansısa bir nöqtə götürdüm, tutaq ki, baxın. Bu sualdan kənar bir izah verirəm. Başladım hərəkətə.
Başladım hərəkətə, tam 360 dərəcə dönüb gələndə, yenə də qayıdıb gəlirəm həmin nöqtəyə. Çünki 360 dərəcə demək tam bir çevrə hərəkət eləmək deməkdir. Ona görə də həmin cavaba gəlib çıxmış oluram. Amma pika yazası olsam, yarım çevrə hərəkət eləmiş oluram. Məsələn, buradayam, düzdür? Yarım çevrə hərəkət edib gələcəm bura. Aydın məsələn ki, bunlar fərqli cavablar deməkdir. Məsələn, mən 90 dərəcənin burada olduğunu bilirəm, düzdür? Bilirəm ki, 90 dərəcə buradadır. Mən onun üstünə 180 gələndə gəlib çıxacam bura. 90-ın üstünə 180 gələndə gəlib düşəcəm 270-ə. Axı 270-də biz dedik ki, sinus mənfidir, olmaz. Yalnız dedik ki, birinci, ikinci cüblərdə qiymət alsın. Ona görə 90 və hər dəfə 90 360 dərəcə fırlanmaqla alınan nəticələr olmalıdır. Yarım çevrə olmaz, pika olmaz. Bu qədər. Ümid edirəm, bütün şagirdlərimə faydalı olmuşdur. Şərhlərdə öz fikirlərinizi yazmağı unutmayın. Hələlik.